Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçi və klinik hipnoterapevt Elnay Rəhimov Tambovski. Narsist insanı nə qıcıqlandırır, nə onu özündən çıxardır, nə baş verir ki, o həyəcanlanır və kontrolünü itirmiş duyğusu yaranır. 1. Sizin yüksək öz dəyəriniz. 2. Sizin yüksək öz güvəniniz. Və 3. Sizin yüksək, xoş, şən, əhval ruhiyyəniz. Elə ki, bu 3 ruh hallarından birini və yaxud da ikisini və yaxud da üçünü də sizdə gördü, başlayacaq sizi dəyərdən salmağa, uğurlarınızı küçümsəməyə, bilik və bacarıqlarınızın əslində əhəmiyyətsiz olduğunu vurğulamağa, köhnə səhvlərinizi, köhnə utandığınız, kompleksinizin olduğunuz şeyləri yada salmağa, bir sözlə ağrılı nöqtəyə basmağa, nəticədə siz özünüzdən çıxanda, qəzəblənəndə sizi əlavə tənqid edəcək ki, bax bu sənsən. Görürsən, çox hayasızsın. Mən sadəcə zarafat eləmək istəmişdim. Və yaxud da söhbəti fırladaraq deyər ki, mən sevdiyimdən səni o qədər tərifləmirəm ki, sən daha da yaxşı olasan. Və yaxud da mən ona görə sənə bunu icazə vermirəm ki, öz sağlamlığına zərər vurursan. Çox çalışmaq zərərli, insan ailəsinə vaxt ayırmalıdır. Yoldaşının istəklərini yerinə yetirməlidir. Və yaxud da mən səni sevirəm, səni sevdiyimə görə istəmirəm ki, çox arxayın düşəsən. Ona görə belə eləyirəm. Yəni, bu etdikləri şeylərə də bəraət qazandırıb, sanki yaxşı niyyətlərlə bunu edirmiş kimi özünü göstərir. Və o görəndə ki, artıq siz öz dəyərinizi aşağı salırsınız, öz dəyəriniz düşür, öz güvəniniz düşür və əhval-ruhiyyəniz korlanır və onun əhval-ruhiyyəsi, öz dəyəri və öz güvəni qalxmağa başlayır. Diqqətinizə görə minnətdaram. Sağ olun.